Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanda zəlzələ oldu. Xəbər verilir ki, yeraltı təkan Ağdam, Şəmkir, Göygöl, Quba və bir neçə bölgədə hiss olunub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, ilkin ehtimala görə zəlzələ 5 baldan yuxarı baş verib. O bildirib ki, məlumata görə dağıntı olmasa da yeraltı təkan hiss edilib. Ələt Azad İqtisadi Zonasının ərazisində inşa olunan yük hava limanının gələn il istifadəyə verilməsi planlaşdırılır. Xəbər verilir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Vali Ələsgərov deyib. Onun sözlərinə görə yük hava limanının tikintisinə 2024-cü ilin martında başlanılır və bu Azərbaycanın Azad İqtisadi Zona ərazisində yerləşən ilk hava limanı olacaq. Vali Ələsgərov bildirib ki, hava limanının yüksək texnologiya şirkətinin cəlb edilməsinə və zonanın logistika imkanlarının genişlənməsinə xidmət edəcək. O əlavə edib ki, investorları cəlb etmək üçün təkcə vergi və gömrük güzəştləri deyil, həm də hazır infrastruktur, sürətli xidmətlər və əlverişli logistika imkanları vacibdir.